biz kvadratınla toxuyuruq. Bizə kvadratınla toxudurlar. Vaxt var idi, 100 lariya toxudular bir kvadratını. Get-gedə xalq dedi ki, bu azlıq eləyir, 120-yə qaldırdı. Ondan sonra rayon gəldi, dedi o 120 verir, mən 200 verirəm. Kvadratına toxuyun. Rayon qaldırdı. Ondan sonra dedi, xalqa cəmaata yazığı gəldi ki, xalq əziyyət çəkir, əzab çəkirlər, azdır bu pul. 250-yə qaldırdı kvadratını. Ondan 2 il elə toxuduq, sonra 300-ə qaldırdı. 1-2-3 il toxuyandan sonra bu Mayk gələndə, rayon olmayandan sonra Maykla da danışdıq ki, bu bizə xeyir eləmir, sərf eləmir bu qiymət. Mayk da 350-yə qaldırdı. Sonra Zaur gəldi. Bir müddətdə Zaurla elə işləyəndən sonra indi də Zaura dedi ki, Zaur bizə xeyir eləmir. Hər şey bahalıq, çatdırılmır. İndi Zaur 400-lər verir. Məsələn, cəmaat gedir çöldə günlü 50 lariya işləyirlər. Sabah saat 6-dan girirlər, axşam saat 6-da çıxırlar. 50 lariya alırlar onlar. Amma bir gün axşam bütün boynu kvadrata vurub hesablayanda günümüz 10 lariya gəlir.